Salam. Əgər uşağınızın tək yatması ilə bağlı çətinlik çəkirsinizsə, bilin ki, bu məsələdə tək deyilsiniz. Gəlin bugün bir çox ailənin qarşılaşdığı bu problemin kökünə enək və uşağınızın öz yatağında rahat və güvənli yatması üçün nə edə biləcəyimizi birlikdə anlayaq. Yəqin ki, bu mənzərə sizə çox tanışdır. Gecənin bir yarısı oyanırsınız və o balaca addım səslərini eşidirsiniz. Bəli, yenə sizin otağınıza, sizin yatağınıza gəlir. Yaxşı, bəs əslində bu davranışın arxasında nə dayanır? Gəlin ilk olaraq ən vacib şeyi aydınlaşdıraq. Bu, çox vaxt düşündüyümüz kimi bir ərköyünlük məsələsi deyil. Bu, sadəcə bir istək deyil, əslində uşağın çox dərin bir ehtiyacından qaynaqlanır, təhlükəsizlik hissindən. Bunu təsəvvür edin. Kiçik bir uşaq üçün qaranlıq gecə naməlum təhlükələrlə dolu bir dünyadır və sizin varlığınız, sizin yanınızda olmaq onlar üçün sanki bir qalxandır. Bu, tamamilə təbii, bioloji bir reaksiyadır. Amma bir amma var. Valideynin yatağı o an üçün rahatlıq versə də, bu vəziyyət uzun müddət davam edəndə psixoloqların aslı bağlılıq dediyi bir şey yaranır. Yəni, sadə dildə desək, uşaq öz daxili güvənini, özünü sakitləşdirmə bacarığını inkişaf etdirməkdə çətinlik çəkir. Yaxşı, bəs bu güclü gecə qorxuları əslində xardan gəlir? Gəlin, uşağın hələ inkişafda olan beyninin içinə qısa bir səyahət edək və anlayaq. Çox maraqlıdır, elə deyilmi? Uşaq böyüdükcə qorxuları da onunla birlikdə böyüyür və formasını dəyişir. Məsələn, daha kiçik yaşlarda şkafdakı xəyali canavarlardan qorxurlarsa, biraz böyüyəndə bu qorxular daha sosial məzmun alır. Məsələn, tək qalmaqdan və ya tam səssizlikdən qorxmağa başlayırlar. Və burada ən vacib məqam bax budur. Bu qorxuları yaşamaq uşaq inkişafının tamamilə normal bir parçasıdır. Ancaq bizim, yəni valideynlərin reaksiyası ya bu qorxuları sakitləşdirə bilər, ya da fərqində olmadan daha da böyüdə bilər. İndi gəlin biraz qəribə səslənən, amma çox vacib bir məsələyə baxaq. Yəni, bizim ən yaxşı niyyətimiz, uşağımızı qorumaq və rahatlatmaq istəyimiz əslində problemi necə daha da dərinləşdirə bilər? Baxın, bu necə baş verir? Uşaq qorxanda onu dərhal öz yatağımıza aparırıq. Niyyətimiz onu sakitləşdirməkdir. Amma fərqində olmadan uşağın beyninə bir siqnal göndəririk. Bəli, sən qorxmaqda haqlıydın. Sənin otağın həqiqətən təhlükəlidir və təhlükəsiz yer ancaq buradır, mənim yanımdır. Bəli, niyyətimiz yaxşı olsa da, bu vərdişin uzun müddətli nəticələri uşaqda tək qalanda daha çox narahatlıq, özünə inamın zəifləməsi və özünü sakitləşdirmək üçün tamamilə bizdən asılı vəziyyətə düşməsi ola bilər. Yaxşı, bəs nə etməliyik? Gəlin indi qadağalardan, məcburiyyətdən danışmayaq. Gəlin güvən qurmaqdan danışaq. Zərif, amma həqiqətən təsirli bir plandan. İlk və bəlkə də ən vacib addım budur, uşağın qorxusunu inkar etməyi dayandırmaq. Qorxma demək əvəzinə səni başa düşürəm demək arasında dağlar qədər fərq var. İkinci cümlə uşağın beynindəki təşviş siqnalını dərhal azaldır. Növbəti addım isə sehirli bir şey yaratmaqdır. Hər gecə təkrarlanan, proqnozlaşdırıla bilən, sakitləşdirici bir güvən ritualı. Bu sadə addımlar, yəni isti bir qucaqlaşma, qısa bir söhbət, nağıl, bunlar uşağın beyninə sanki pıçıldayır, hər şey qaydasındadır. Bura təhlükəsizdir. İndi dincəlmək vaxtıdır. Və ən təsirli metodlardan biri. Buradakı məntiq çox sadədir, amma inanılmaz dərəcədə effektivdir. Biz onu qəfildən tək buraxmırıq. Tədricən, addım-addım ondan fiziki olaraq uzaqlaşırıq və beləcə ona tək başına da güvəndə ola biləcəyini öyrədirik. Və gəldik ən çətin anlardan birinə. Bəli, o an. Saat gecə 2-dir və o sizin yatağınızın başındadır. Nə etməliyim? Bax, bu cümlə qızıl dəyərindədir. Bu cümlədə həm sevgi var, həm anlayış var, həm də çox aydın bir sərhəd var. Onun hisslərini qəbul edirsiniz, amma sərhədi də qoruyursunuz. Unutmayın, məqsədiniz gecənin bir yarısı uzun-uzadı söhbətlər etmək deyil. Məqsədiniz onu sakitcə, minimum təmasla öz təhlükəsiz məkanına, yəni öz yatağına qaytarmaq və orada olduğunu ona xatırlatmaqdır. Və bir də bu tərəfi var, valideynlərin özəl məkanının, yataq otağının sərhədlərinin olması əslində uşağı psixoloji olaraq da qoruyur. Bu, onu hələ anlamağa hazır olmadığı böyüklərə aid söhbətlərdən, məsələlərdən təbii bir şəkildə kənarda saxlayır. Deməli, bütün bu danışdıqlarımızı bir cümləyə sığdırsaydıq, bu olardı. Məsələ uşağın cəsarətli olması deyil, məsələ onun özünü güvəndə hiss etməsidir. Güvən cəsarətdən əvvəl gəlir. Bu güvən körpüsü zorla, məcburiyyətlə deyil, sizin sakit səsiniz, ardıcıl davranışlarınız və sevgi dolu təsdiqinizlə hörülür.
səbirli olun. Çünki siz sadəcə bir yuxu vərdişi formalaşdırmırsınız. Siz ömür boyu davam edəcək bir inam hissinin təməlini qoyursunuz.